Ağız boşluğunda olan xəstəliklər, diş ətinin qanaması, nəfəsdən gələn pis qoxu, dişlərdə karies, diş çürüməsi, ağız içində olan yaralar, stomatit, boğazda olan faringit. Bu saydığım əlamətlərin hər hansı biri sizdə varsa mənə diqqətlə qulaq asın. Çünki bütün bunlara eyni anda son qoyacaq bir məhsul göstərəcəm, amma əvvəl ekrandakı ürəyi zəhmət olmasa qızart. Deməli, yaxınlaşırsan aptekə, Dentasep qarqara alırsan. Bu qarqaranı gün ərzində 2-3 dəfə ağız boşluğun qarqara eləməyə kifayətdir ki, başda saydığım damaq qanaması, diş problemləri, diş ağrısı, eləcə də ağız boşluğunda nəfəsdən gələn pis qoxu daxil bütün problemləri qısa zamanda aradan qaldırır. İstifadəsi 6 yaşından başlayaraq uyğundur. Həm uşaqlar, həm böyüklər rahatlıqla istifadə edə bilər. Ölkənin bütün apteklərində əl satandır. Olmasa belə əczaçılarımızdan xahiş eləyin, zakas verib gətirsinlər. Bu cür faydalı videoların davamı üçünsə profilimin üzərində plus işarəsi, üstəgələ işarəsi var. Ona toxun ki, sağlamlığının qeydinə qalan əczaçın Baloğlanla hər zaman sağlam qalasan.